Hər birinizə salam, kanalıma xoş gəldiniz. Aparıcı Çinarə Əliyeva yeni doğulan qızı Mədinəyə gələn hədiyyələri izləyicilərlə bölüşüb. Söz edən görüntüləri təqdim edirəm, buydu bizə. Siz yeni videolarımızı, xəbərlərimizi izləmək üçün kanalımıza abunə olmağı, videolarımızı like etməyi və kanalımıza dəstək olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Məmun görsən, demək ki, yaxşı baxmışsınız. Bütün fikrimiz ondadır, doktor. Bütün diqqətləri cəlb eləmişsiniz. Göbəyə düşdü doktorum. Baxacağım, göbəyinə də baxacağıq. Burada iğne yoxdur. Yumka gelsin. Qızıllı, brilliantlı, pullu. Bunun Ben qabağına belə çıxmaq lazımdır. Aslında qurban olaram Kömək lazım, sənə ana bu- ürəyimə. Mən kömək elə. Ay qız, Buna sən kömək Allah, edin. qurban olaram sənə ürəyimə. Canım mənim. Fıngılıda xəzə bilmirəm onun nə. Mədinə, gör sənə nə alır? Öldürür məni. Ay qız. Buna bir sənə görsən sənə qolbaqlar alırlar. Yaman sən qolbaqlar. Az yersən, az o yerlər su lazımdır. Ölürəm. Bəsdir, da bəsdir. Qurban olaram sən ürəyimə. Həyata gətirəndə bizə çox təkliflər gəlirdi. Uşaq həkimi ilə bağlı yazırdılar ki, biz sizin uşağınıza baxaq. Amma biz International 1-ə gələndə, Pərvin doktorla tanış olanda, öncədən hələ Pərvin doktorla danışmamışdan öncədən Laçın doktor haqqında o qədər eşitmişdim ki, siz təsəvvür edin ki, hamı deyirdi ki, Laçın doktor, Laçın. Mən də ağlıma yaşlı bir nəsil fikrimdə. Sonra gəldim, gördüm, cavan, uzman və həqiqətən də o qədər işinin peşkarı nömrə 1-dir. Biz uşağımızı bu qədər rahat etibar edirik. Uşağa necə baxmaq lazımdır deyənə, heç bizim yankamız da yoxdur. Uşağı necə düzgün qulluğu bizə öyrədir və tez-tez gəlirik, uşağımızın çəkisinə də baxır. Doktor, sizə təşəkkür edirəm. Uşaqlarla işləmək çox çətindir, həm səbirlidir, doktorumuz çox səbirlidir doğrudan da və uşaqlarla elə gözəl rəftar edir ki, buradan çıxınız uşaq elə rahat yatır ki. Çox sağ olun. Çox sağ olun, sağlam Hər şey olsun üçün inşallah. Hər təşəkkür şey edirik. yolunda. Hər şey sağlam olsun. İnşallah bundan sonraki takipləndə davam etdirəcəyik. Tanınmış fəsəllimiz. Səsə baxın. Heç acıq verməklə aramız yoxdur amma. Narşılız. Hoşuma gəlir. Nuş olsun. Canım. İnsan axı siz onu aça bildi. Mədinəmizin ən gözəl hədiyyələri. Mədinəmiz üçün elə gözəl hədiyyələr hazırlayıblar ki, Baby Home by Hacıyeva. Baby Home ümumiyyətcə Arzu xanım mənim dəyərliyim, çox sevdiyim bir insan. O qədər əl işləri gözəldir ki, həddindən artıq. Nələr sifariş etmişdim, çox sağ olsun. Özüm sifariş elədim istədiklərimi qızımız üçün və Mədinə atlı olduğuna görə atributlar görürsünüz atlardandır. Çox gözəldir amma. Çox qəşəngdir. Buna bax Çinarə. Bu lap xoşuma gəlir. Şapçıqaları. Buna bax. O nədir? Xalasıdır nə? Bu xalabanlı xalatdır. Ay Allah. Maşallah, maşallah. Bir papağı da var. Möhtəşəmdir də. İndi istəyirəm bunu açım amma. Aç bir dənə. Oy, 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 bunun darağına. Bunun darağına. Ona bax. Ay, nə gözəl eləyiblər. Şatqası. Bana bax Çinarə. Çinarə. Girls. Çınarənin qızı. Bir dənə bu gözəlliyə baxın. Şatqanın yumuşaqlığına baxmama. Darağına bax. Darağına bax. Nədir qızım? Gəldim, gəldim. Maşallah, Çorabına maşallah. bax. Bunlar hamısı mama əl işləridir ya. Ha, toxunmadı aylarla. Ay Allah. Maşallah. Maşallah qaldı. Maşallah. Mədinəmizin ən gözəl hədiyyələri. Və onu da söyləmək istəyirəm ki, bax biz bu saxlama qabları bizə lazım olur. Çox xoşumuza gəlir. Ay, nə gözəldir. Hamısı əl işidir, nə gözəl. Fabrika bunun üçün tikib. Əl əməyidir. Çox qəşəngdir və orqanizerlər özüm bu rəngdə seçdim. Malıdır qəşəng. Çox gözəldir. Hələ bu gözəlliyə baxın.
Ay öyle ne qəşəngdir. Hamısında da adı qeyd olunub. Deməli belə bir dəst. Doğrudan da hədiyyəlikdə çox gözəldir. Ədyalına baxın. Həm ədyaldır, həm beləməyə. Dəstdir də, bu dəst şəklindədir. Belə önlüyü. Bir də keyfiyyətə baxanda mən biraz baxma uşaqların dərsə əsas olduğuna görə mütləq pambıq olmalıdır 100%. Və belə bir bodisi. Hətta arxasında da bax belə. Çox gözəllikli. Sonra belə qurutma dəsmalı çiməndə. Bu bir takımda amma əladır. Papağı, əlcəkləri, çorabı, belə bir polzunka, şalvarı. Çok teşekkür bunlar. Çok beğendim.